Azərselin 5 milyondan çox abunəçisi var. Və deyir ki, günə 1 manat ödəməlisən. Günə 5 milyon, günə 1 manat ödəyəndə gündə nə qədər eləyir? Gündə 5 milyon. Günü 5 milyona da aya vuranda nə qədər eləyir? Aya 150 milyon. 150 milyonda 12'ye vuranda nə qədər eləyir? İlə 1 milyard 800 milyon bizdən pul tutur. Hələ tək o şeyin açıq qalması üçün 1 manatla. 1 milyard 800 milyon manat nə demək? Boykota çağırmışdı bəzi. Mən dediyim və baxın, biz danışmalıyıq bunu. Biz bunu danışmalıyıq vətəndaşlarımızla, tamaşaçılarla. Biz qərar verməliyik. Mənə belə gəlir ki, hər ayın 1-ci həftəsi, hər ayın 1-ci 7 günü. Yəni indi bu keçdi, tam gələn iyul ayının 1-dən 7-sinə qədər. Heç bir vətəndaş, heç bir mobil operatordan 1 manat belə yükləməsin. Bir həftə dözək. Onsuz da dözə bilərik də, Wi-Fi ilə filan bir tər keçindirə bilərik. Həmin siz dözə bilərik. İnternet necə qalacaq? Yox, dözərik. Onsuz da vurmuşuq da. Yəni bir həftə yükləməyək. Bircə həftə. Bir həftəyə bizim onlara vurduğumuz ziyan onların ağıllarını başlarına gətirəcək ki, yox, xalqla belə üzr istəyirəm ifadəmə görə məzələnmək olmaz. Fakt budur, istəyirsənsə də, budur, istəmirsə. Biz də bir həftə səni çöktürərik, görək onda neyim. Biz hər ayda bir həftə heç bir, baxın, sıfır ödəniş eləsək, bu elə bilin 12 ayda nə qədər eləyir? 70 gün, o da 14 gün. 2 ay elə bil, bunlar 2 ayın qazancından məhrum olacaqlar. 2 ayın qazancı da biz bayaq sizdən minimum hesabladıq. Ən azı 300 milyon nə bilim pul eləyəcək hardasa. Bu kifayət qədər böyük rəqəmdir. Qoy çöksünlər, ağılları gəlsin başlarına, onda xalqı şantajla danışmasınlar. Bir xalqla məsləhətləşsinlər, bir xalq. Gəlib mən bir ikisinə də baxdım, böyük danışırlar. Belədir, biz gedin tarif yükləyin filan. Tarifin də qiymətini bizdən soruşmadı, günündə qaldırırlar.